Bu günlər Cəmadül Əvvəl ayının 5-ci günü Həzrəti Rəsulullah Sallavatullahın ilk qız nəvəsinin, Əmir əl-Müminin Əli əleyhissalamın ilk qız övladının, Həzrət xanım Fatimə Zəhranın ilk qız övladının mövlud günündəyik, xanım Zeynəb Salamullah əleyhanın mövlud məclisində əyləşmişik. Mövludunuz mübarək olsun. Allah bu gözəl günləri bütün İslam dünyasına bizə bərəkətli qərar versin. Allah bizi Əhl-i Beytin qədir qiymətin həmişə bilənlərdən eləsin. Bizi Əhl-i Beytin yolundan ayrı salmasın. Xanım Zeynəb hörmətinə dəyərlərimizə qarşı diqqətli olmağı, məsuliyyətli olmağı, dəyərlərimizin qədrini bilməyi, onlara bağlı olmağı bizə nəsib eləsin inşallah. Xanım Zeynəbin adının mənası atasının zinəti deməkdir. Peyğəmbər Sallavatullahın tövsiyəsi ilə bu ad qoyulub. Peyğəmbər də bu adın qoyulmasını Allahdan əmr alıb. Hədislərimizdə bu barədə müəyyən qeydlər var. Əli kimi bir şəxsiyyətin zinəti olmaq, bəzəyi olmaq, bu özü böyük bir ali fəzilətdir. Xanım Zeynəb Salamullah əleyhaya nəsib olub. Mən bu mövlud günündə onun şəxsiyyəti, kimliyi haqqında danışmayacağam. Keçən ilki, o birisi illərki mövludlarda şəxsiyyəti haqqında yetərincə söhbət olunub. Mən istəyirəm bu mövlud günündən istifadə eləyərək onun şəxsiyyətinin bir önəmli cəhətinə, müxtəlif önəmli cəhətləri var, fəzilətləri var, onun birinə işarə eləyim və həmin o xüsusiyyətin də özü barəsində danışaq. Xanım Zeynəb həm abidə bir xanım idi. Abidə yəni ibadət əhli, çox ibadət eləyən. Həm alimə bir xanım idi. Alimə yəni alim, qadın cinsində. Bilən, bilikli. Həm mühəddisə idi, həm müfəssirə idi, həm hədis nəql eləyirdi, həm Qur'an-ı Kərimin təfsirini bilirdi, təfsir dərsləri deyirdi. Həm də onun bir xüsusiyyəti var idi. Həm də xanım Zeynəbin Zeynəb olmasına səbəb olan məsələ bu önəmli fəziləti idi. Onun arifə olması idi. Arifə xanımı idi. Kişilərə deyərlər arif, qadınlara deyərlər arifə. Xanım Zeynəb arifə bir qadın idi. İndi istəyirəm, bax bu mövlud günündə bir qədər qısa, arif sözünün otursaq onun irfani mənaları, məqamları, dərəcələri və s. haqqında danışsaq uzun çəkər. Amma qısa şəkildə işarə eləmək istəyirəm, kimdir bu arif? Xanım Zeynəb arifə deyilərkən nə qədər üstün bilinir ki? Yəni bu arifəlik ona nə üstünlük gətirir? Arif olmaq nə üstünlük əlamətidir? Ariflik nə qədər keyfiyyət göstəricisidir bir insan üçün? Bunu bilməliyik biz. Ola bilər ki, mən arif olmayım, nə də burada oturanlar arif olmasın. Amma hərəmiz heç olmasa arifin nə olduğunu bilək və bir qədər də olsa ariflərə bənzəyək. Kamil arif ola bilməsəm də özümə edirəm, hərçənd ki olmaq istəyərəm. Kamil arif birdən ola bilməsəm də, heç olmasa bilim arif kim idi? Necə olurdu bunlar? Arifin kimliyin bilmək belə çətin zamanda çox vacibdir. Arifin kimliyin bilmək. O bir xalq dilində işlənmiş məsələdir. Deyəsən onu mahnıda da istifadə edirlər. Deyir, arif olan nakam köçmür bu dünyadan və yaxud köçməz bu dünyadan. Doğrudan da arif olan nakam köçmür. Amma kimdir bu arif? Bunun nəyi bizdən artıqdır? Nə xüsusiyyəti var, nə önəmli cəhəti var? Neçə dənə gözü var mənim gözümdən çoxdur, neçə ayağı var məndən çoxdur? Ümumiyyətcə, ariflik onun harasındadır? Biz eşitmirik, rahat deyə bilirik, ağıllı insan rahat başa düşürük. Razısınız mənimlə? Ağıllı insan, rahat başa düşürük. Bacarıqlı insan, rahat başa düşürsünüz də mən nə deyirəm? İstedadlı insan, zəhmətkeş insan, bunların hamısını rahat başa düşürsünüz.
Arif insan. Biraz adam deyəndə yəni çoxu arif sözünün həqiqətin bilmir. Ona görə də arifin özü və onun məqamı bizim üçün elə də çox yüksək məqam hesab olunmur. Halbuki ən ali məqam da arifin məqamı. Kimdir arif? Arif sözünün hərfi tərcüməsini birinci deyim. Tanıyan deməkdir. Ərəfə bayramı, irfan sözü, mərifət sözü, arif sözü, bunlar hamısı eyni köklü sözlərdir. Arif yəni tanıyan, idrak eləyən, bələd olan, bilən. Bilməkdən daha çox, bilən alim də deyilə bilər bilənə, amma arif tanıyandır, mərifət əhli. Dini terminoloji mənada isə arif o kəsə deyilir ki, hadisələrin hikmətini bilir. Hikmət yəni hadisənin yaranma səbəbini bilir. Bir hadisə baş verəndə o bilir o niyə baş verdi. O qədər diqqəti var ki, hadisələrin pərdə arxasını elə diqqətlə müşahidə eləyir arif ki, sən hadisəni görürsən, o hadisəni yaradan səbəbi görür. Arif Allahı düzgün tanıyan adamdır. Arif baş verənlərin həqiqi mənasını bilir. Çox çətin prosesdir ya. Baş verən hadisələrin həqiqi mənasını biləsən. Çaşdırmayasan özü. Bu arifdir. Arif yəni çaşmayan adam. Onu heç kim dünyada çaşdıra biləcək gücə sahib deyil. Şeytan da içi qarışıq. Amma təhlükədən sığortalanın maarif xeyir. Onun da özünə görə təhlükələri var ha. O da özünə görə qorxduğu məqamlar var. Onun da büdrəmələri ola bilər. Arif o demək deyil ki, o heç zaman səhv etməyəcək xeyir. Arif elə bir zirvədədir ki, mən bax oturmuşam 2-ci mərtəbədə, 2-ci pillədə. Buradan yıxılsam heç nə olmayacaq ki mənə. Uzağı biraz əzələ-məzilər, 1-2 dəqiqədən sonra keçib gedər. Arif elə bir zirvədədir ki, orada büdrəsə, yerə düşsə, yəni o məqamdan yerə düşsə, o özünə gəlməz. Bax, ona görə arif üçün yıxılmaq çox təhlükəlidir. O yıxıldısa, heçə çevriləcək, məhv olacaq bütün əziyyəti. Ona görə arif, insan ucaldıqca daha çox diqqətli olmalıdır. Arif də elə bir ucalıqda qərar tutub ki, o günün 24 saatını diqqətli olur, yuxuda da diqqətlidir o adam. İmam Əli əleyhissalam buyurur, arif o kəsdir ki, özünü tanıyır və tanımaq yolunda olan bütün maneələrdən uzaqlaşır. Yəni, arif özünü tanıyandır və özünü tanımaq yolunda və ümumilikdə götürsək, hər şeyi tanımaq yolunda nə maneələr varsa, onların hamısından uzaqlaşan varlıqdır, şəxsiyyətdir. Ən birinci növbədə arif özü-özündən uzaqlaşmış adamdır. Öz mənindən, təkəbbüründən, egoizmindən, nəfsi əmmarəsindən uzaqlaşan adamdır. Arif o kəsdir ki, Allahla öz arasında olan bütün maneələri bir-bir keçməyə çalışır, istər zülmət hicabların, istər nur hicabların bir-bir keçməyə çalışır və həqiqətin özünə doğru can atır. Arifi maraqlandıran bir şey var, həqiqət nədir? Və ya həqiqətə necə çatım? O həqiqəti əvvəl dərk eləyir, sonra ona çatmaq yolunda çalışır. İmam Əli əleyhissalam başqa hədisində buyurur, arif dünyadan köçəndə, çox qəribə hədisdir bu. Deyir, arif dünyadan köçəndə onu nə qiyamətdə axtarın, tapmazsınız. Nə cəhənnəmdə axtarın, tapmazsınız. Nə cənnətdə axtarın, tapmazsınız. Əli əleyhissalamın sözüdür. Dərhal soruşdular, ya Əmirəl-Möminin, bəs bu arif harda olacaq? Üçündən birində olmalıdır, ya məhşər səhnəsindədir, ya salıblar cənnətə, ya salıblar cəhənnəmə. Əleyhissalam cavab verir. O, mülk və qüdrət sahibi olan Allahın yanındadır, huzurundadır və sadiqlərin məkanındadır. Bu əslində cənnətin içərisindədir bu yer. Amma cənnətin bir pilləsi var ki, ora ariflərin yeridir. Onlardan qeyri heç kimin gücü çatmaz orada yaşamağa. İstedadı çatmaz ora.
Heç kim oradakı huzuru, oradakı mərifəti, oradakı Allaha yaxınlığı qaldıra bilmək gücünə sahib deyil, arif istisna. Ən böyük arif də kimdir? Peyğəmbər salavatullah. Ən böyük arif kimdir? Əmirəl-Möminin. Ən böyük ariflər kimdir? 12 imamımız, məsum imamlarımız. Xanım Fatimə Zəhra, xanım Zeynəb, Həzrət Əbəlfəz ağa və digər əməli salih, imanlı, təqvalı səhabələr. Amma məsələ burasındadır ki, arif olmağın yolu həmişə də açıqdır. Heç kimə də o yol bağlanmayıb, qadağa qoyulmayıb. Biz arifik, sizdən olmaz, yox, belə bir qayda yoxdur. İndi mən danışacağım, biraz da arifin həqiqətinə varaq, onun şəxsiyyətini tanıyaq. Çünki arifin şəxsiyyəti tanınanda Peyğəmbərimiz də rahat tanınır. Çünki ortaq xüsusiyyətidir Peyğəmbərimizin, imamların, böyük ariflərin, övliyaların. Danışacağım məziyyətlər onların hamısının ortaq xüsusiyyətidir. İmam Sadiq əleyhissalam, ona mənsub edilən bir hədisdə Misbah-ı Şəriyyə əsəri var, Şəriətin çırağı. Həmin kitabda ariflər haqqında İmam Sadiq belə bir söz deyir. Deyir ki, arif o kəsdir ki, özü xalq elədi, qəlbi Allahlandır. Cəmaatın arasındadır, bizi iləndir, gəzir, yeyir, içir, deyər, gülər, namaz qılarıq çin-çinə. Hətta bir hədis var Peyğəmbər sallallahu Həzrət Əbu Zərə Əbu Zərin nəql etdiyi hədisdir, səhv etmirəmsə 99%. Deyir ki, ey Əbu Zər, qiyamətdə Allah cənnətin bir dərəcəsini bir dəstə insana verəcək ki, aşağıda dəstədə olanlar Allaha etiraz yox ha, sual verəcəklər. Bu sual məntiqli sualdır. Allah orada diktatura qurmayacaq, mənə sual vermək olmaz. Allah sualla açıq olacaq orada. Bəndələrdə belə bir sual yaranacaq ki, ilahi, biz bilmək istəyirik. Demir ya, niyə onları ora qaldırmışsınız, paxıllıq eləmirik. Biz bilmək istəyirik ki, biz arada səhvə yol verdik ki, buradayıq. Niyə biz birinci mərtəbədəyik, onlar oradadır? Allahdan deyir, cavab gələcək o bəndələrə ki, axı, bəndələr deyəcəklər ki, axı biz bir yerdə namaz qılırdıq, bir yerdə gülürdük, deyirdik, hər işimiz bir yerdə olub, xüsusi işlər onlardan görmürdük, biz nə edirdik, onlar da onu eləyirdi. Allahdan cavab gələcək, bir neçə xüsusiyyət sayır onların haqqında. Onlar hamısı ariflərin xüsusiyyətidir. İmam Sadiq də deyir ki, ariflər siddiqlərin məkanında olacaq. Siddiq bir söz kimi deyirlər. Doğruluqdan başqa heç nə onlardan görünməyən adamlar. Söz doğru, baxış doğru, hərəkət doğru, rəftar doğru, əxlaq doğru, yanaşmaları doğru, hər cəhətdən baxsan doğrudular. Onlar siddiqlərin məkanıdır. Bir yerdir ki, indi insafla deyəndə Allah onları o yeri verməsin, neynəsin bəs? Yəni o kişilərə o yer dəyər ya yox. Bir xüsusi yerdir ki, o yer onlardan başqaları üçün deyil. Adam hər cəhətdən doğrudursa, mən düşdüyüm cənnətə o da düşsün, mən də düşüm, ona zülm olar axı o. Ona zülm olar, mənə yox. Ona zülmdür ki, o mənlə bərabər. Yəni, mən qıldığım namazla Əli əleyhissalam qıldığı namaz eyni deyilsə, düz deyə Allah lütf eləyər, cənnətdə ağalarımızı görərik, arada bir gələrlər görüşümüzə inşallah, ziyarət eləyərik onları. Amma ümidlə danışaq da, Mövlud gecəsidir. Mən elə ümidvaram da ki, vallahi Allah şahid edirəm, Allah iman əhlini, əhl-i-beyt sevənləri üzü qara çıxarmayacaq inşallah. Amma bir dənə şərti var ki, itirməyək özümüzü, itirməyək əhl-i-beyti, itirməyək imanı, yolu, Allaha gedən ipi. Deməli, İmam Sadiq davamında buyurur ki, əgər, indi görün onlar niyə o məqamdadılar, daha doğrusu, niyə özləri xalqlandılar, qəlbləri Allahlandı. İndi onları izah edir. Deyir, əgər bir göz qırpımı, saniyədən də balacadır, göz qırpımı müddətində Allahdan ayrı qalsalar, yəni mənası nədir? Allahı unutsalar, Allah yaddan çıxsa, Allahsız bir dəqiqə, bir saniyə, bir an yaşasalar, o bir anın Allahdan ayrılığın, şövqündən, ayrılığın, əzabından ölərlər.
Ölərlər. Təsəvvür eləyin, bir an ayrı qalmağın əzabından ölərlər. Nəinki günah eləyib onlar birdən günah eləsələr yoxa çıxarlar, ürəkləri partlayar. Bunlar imam deyir ki, bunlar Allahı unutduqları an ölərlər. Ona görə Əmir əl-Möminin dən nəql olunan Kumeyl duası var, Həzrət Xızır əleyhissalamın duasıdır. Orada o cümlə var, deyir, ilahi, tutaq ki, məni saldın cəhənnəmivə. Əzabıva da dözdüm, əzab verdin mənə. Sənin ayrılığına necə dözəcəm? Arifin dərdinə bax, cəhənnəm dərdi çəkmir. Deyir, məni yandıran cəhənnəmin orada olmayacaq. Məni orada yandıran səndən ayrılıq olacaq. Mən səndən uzağam deyə yanacam orada. Davamında buyurur ki, onlar imam buyurur, onların Allahdan qeyri munisi yoxdur. Munis kimə deyirlər? Həm söhbət, dərdi dil. Cəmaatla danışırlar, söhbət də eləyərlər, sözdə danışarlar, fikirdə bölüşərlər, dərddə bölüşərlər. Amma elə dərdləri var ki, bir Allah bilər bir özləri. Birdən olar dərdim bizə danışsa, ya daşa basarıq, ya dəli bilərik, ya üzümüzü çevirib gedərik, deyərik Allahsızdır. Arifin halını mənikimisinin başa düşməyi çətindir. Davamında imam buyurur, onların danışığı da, sükutu da, yəni həm danışsalar, həm dayansalar, sussalar, görün nə deyir? Allahladır, Allahdır və Allahdandır. Həm Allahladılar, həm Allahdılar, bu mənadakı həqiqətin özüdülər. Allah nə istəyir, onu orada eləyirlər. Həm də Allahladılar, Allahdandılar daha doğrusu. Hər hərəkətləri Allahdandır. İbn Sina'nın bir məşhur əsəri var. İbn Sina 10-cu əsrin, 11-ci əsrin və ümumilikdə götürsək, bütün İslam tarixinin ən görkəmli simalarından biridir ki, nə İslam dünyası, nə Qərb dünyası, nə Uzaq Şərq dünyası, elə bir ölkə, elə bir region tapılmaz ki, İbn Sina'nın adını eşitməyib, tanımayıb, onun fikirləri ilə tanış deyil. İbn Sina ən məşhur İslam alimlərindən biridir. Elə bir zirvədədir ki, İbn Sina, onun o zirvəsində çətin adamlar tapıla bilər. O zirvə bir neçə nəfər alim tərəfindən fəth olunubsa, biri İbn Sina'dır. Həm tibbi, həm fəlsəfi, həm kəlam elmi, həm irfan, hər sahədə adam zirvədir. Onun bir əsəri var, Əl-İşarat və Tənbihat. Həmin əsərdə ariflərdən danışır bir hissəsində və ariflərin Allaha gedən yoldakı məqamlarına işarə eləyir. Kitab çox zəngindir, möhtəşəmdir. Mən bir neçə cümlə seçmişəm. İbn Sina kimi nəhəngin dilindən ki, özü də böyük arifdir, arifdir deyə ariflərin də halından xəbərdardır. Onun dilindən tanıyaq biraz bu arif kimdir. İbn Sina yazır, ariflərə məxsus olan bəzi xüsusiyyətlər o işlərdən agah olmayan insanlar tərəfindən danılar, inkar olunar. Arifin bir halı olar, bir xüsusiyyəti olar. Mən durub danışsam, o haldan, o mərifətdən xəbərsiz adam danar. Deyərək ki, mümkün deyil. Adam ora çata bilməz. Elə şey olmaz. Bilirsiniz niyə? Çox olub elə ki, o bir söz dilər, kamera çəkməsəydi, heç kim inandıra bilməzdi. Elə bir söz dedilər. Bəzi görüntüləri çəkib bizə göstərməsəydilər, desəydilər inanmazdıq. Və yaxud gözümüzlə görməsəydi inanmazdıq. İnsan bəzi hallar ki, ariflər keçirdir onları, arif ora çatıb onu görür. Biz orada deyilik deyə, elə bil oturub dağın zirvəsində, bütün Abşeronu görür. Mən oturmuşam burada Məhəmmədidə, baxanda qonşumun divarını görürəm, sağa çevrilirəm, qaraj qapısı görürəm, sola çevrilirəm, küçə görürəm. O oradan qışqırır mənə ki, o tərəfdə bir gözəl göy rəngdə göl var, bu tərəfdə bir meşəlik var, bu tərəfdə üzüm bağı var. Mən deyirəm ki, mümkün deyil, ola bilməz. Baxıram, görmürəm axı. Deyirəm, əlin uzadır, deyir, bax orada var, meşəlik oradadır. Mən də baxıram, deyirəm, qaraj qapısıdır burada. Yoxdur meşə. Bu tərəfə bax, deyirəm, hasardır. Arif elə zirvədədir ki, onun gördüyünü mən görə bilmirəm deyə neynirəm?
İbn Sina deyir ki, inkar eləyirəm. Arif öz batinini haqdan, yəni Allahdan başqa işlərlə məşğul edən bütün işlərdən çəkinər və Allahdan başqa hər şeyi kiçik bilər. Arifin işi gücü bundan ibarətdir ki, diqqət ancaq Allahdadır. Yerdə qalan bütün hər şey kiçikdir. Heç bir problemin gücü çatmaz onu Allahdan ayırsın. Xanım Zeynəb o xanım idi ki, ona görə Arifədir bax. O xanımdır ki, o zülmün müqabilində adam heç kim təsəvvür eləyə bilməz onun çəkdiyi əzab əziyyəti. Gözünün qabağında neçə qardaşı doğrayıb öldürələr, susuz öldürələr. Qardaşın balası oxlana, qardaşın gətirə onu sənə verə. Əli Əkbər kimi oğul doğrana sən görəsən. Hüseyn kimi qardaşın başı kəsilə gözünün qabağında. Peyğəmbər ölə gözünün qabağında. Əli dünyadan köçə gözünün qabağında. Xanım Zəhra dünyadan köçə gözünün qabağında. İmam Həsən zəhərlənə dünyadan köçə gözünün qabağında. Bunlar hamısı gözünün qabağında ola. Kərbəla dünən baş verə. Bugün sən əsir olasan, Şama tərəf, Küfəyə tərəf yol gedəsən, gecələr gecə namazı qılasan. Nəinki vacib namaz, gecə namazı qılasan gecələr. Qunutu uzadasan, qolların qəmçidən o qədər döyüblər ki, ağrıdan sızıldayan qollarını qunutda saxlayasan. Düşünməyəsən bir an ki, biz nə qurbanlar vermişik ilahi sənin yolunda, bir gecə qılmasam da olarda bu gecə namazında, biz sənin üçün nələr eləmişik? Yenə də Allahı itirməyəsən, diqqətin Allahda ola, ona rəğmən Allahla olasan, Arif babıdır. Yəni, heç bir şey onu Allahdan uzaqlaşdıra bilməz. Yəni, Arif o kəsdir ki, əvvəl öz hakimiyyətini, bax bu sözə diqqətlə qulaq asın, Arif özünün hakimiyyətin Allahın köməyi ilə öz əlinə alır, sonra öz hakimiyyətini təhvil verir Allaha. Özünün hakimiyyəti özündədir, sonra da onu təhvil verir Allaha. Əllamə Təbəttəbai kimi o gözün əməliyyat eləyəndə gözünə həkimlər dedilər ki, narkoz deyirlərdi, ona ki, vurulmalıdır ki, göz hərəkət eləməsin. Çünki orada balaca hərəkət, bilirsiniz, gözü tamamilə sıradan çıxardar. Zərgər cərrahiyyə əməliyyatıdır, o kapilyalların üzərində iş gedir. Xəbər verəndə Əllamə dedi, ehtiyac yoxdur, deyin əməliyyat eləsin. Deyir, tərcümə elədiyi həkimlər dedilər ki, qoca kişi yəqin başa düşmür, izah eləyin ona belə ki, gözü tərpənsə bir kəlmə sözüdür. O gözün ixtiyarı nədir tərpənsin? Mənim öz əlimdədir onun ixtiyarı. Yəni, hakimiyyətim özümdədir, Arifin hakimiyyəti öz əllərindədir. Bədəninin hər zərrəsinin ixtiyarı nədir? Ondan icazəsiz tərpənə, ora baxa, bura baxa. Başın ixtiyarı nədir? Maşın gedən kimi naməhrəm görəndə çaşa baxa, ya da yanında axında otura da baxa, bəzən öyrəşi baxa. Baxırsan ki, doğrudan da insan bədəni nəzarətində olan adam Arifdir. Və həmin bədəni təhvil verib Allaha. İbn Sina deyir ki, Arif ibadəti nə cəhənnəm qorxusundan eləməz, nə cənnət tamahından eləməz. Əmir əl-Mominin sözüdür. İbn Sina biraz bunu izah edir. O ibadəti, Arif ibadəti Quranın bu ayəsinə əsaslanıb eləyər. Yəni, Quranın bu ayəsi Arif üçün ibadətin məqsədidir. Hansı ayəsi? Əl-Hicr surəsi 99-cu ayə buyurur ki, Və'bud Rabbəkə, Rəbbivə ibadət et, hətta yətiyəkəl yəqin. Rəbbivə ibadət et, ta ki yəqinə çatasan. Arif bax buna görə ibadət edir. Arifin işi gücü cəhənnəmə düşməyim, cənnətə düşüm deyil. O cənnəti də istəyir, bilirsiniz niyə? Cənnəti istəyir ki, orada Allaha yaxındır deyə. Məqsəd cənnətin özü deyil. Adam cənnətin, bax, belə bir qayda deyim də sizə. İki cür insan var. Mən cənnət istəyirəm deyə ibadət edirəm. Burada birisi necə olur? Mən cənnətə çatmaq üçün, üzr istəyirəm sözümə görə, Allahı vasitə eləyirəm. Başa düşdünüz? Allah yenə cənnət verəcək mənə.
Kərim Allahdır. Amma arif xəcalət çəkər bu niyyətdən. Arif utanar ora çatmaq üçün Allahı vasitə eləsin. Arif cənnəti vasitə eləyir Allaha çatmağa. O cənnəti istəyir ki, orada Allaha yaxındır. Nəinki Allah istəyir ki, ona cənnət verəcək. Mən Allaha çox istəyirəm, necə çox istəməyim, mənə ruzi verir, birdən çaşaram, çox istəmərəm, keçər ruzimi. Bax, bu Arifin məntiqinə ziddir. Arif bunları düşünmür. Arifin bir məqsədi var, yəqinə çatmaq. Allaha qovuşmaq. O hətta yəqinə çatmaq ki, artıq elə bir qəlb gözü ilə müşahidə eləsin həqiqəti ki, heç bir nəzəriyyənin o həqiqəti ifşa eləmək gücü yoxdur. Heç bir nəzəri bilgi o həqiqəti təsvir eləyə bilməz. Allahın nə qədər adlarını bilirsiniz? 1000-dən yuxarı adları bizə məlumdur. Hamısının da mənası da məlumdur. Amma Allahın bilirsiniz nə qədər adı var ki, onlar Allahdan qeyri dünyada heç kimə məlum deyil. Niyə bilirsiniz? Çünki dünyada o adı başa düşmək üçün heç bir bənzərlik, obraz, söz, məna, mahiyyət, məfhum tapıla bilməz. Allahın o xislətlərin, o sifətlərin dünyada başa düşə bilməyimiz üçün heç nə yoxdur. Heç bir material yoxdur biz onu burada, bu dünyada yarada bilər. Maddənin neçədən halı var dünyada? Hansı haldır? Maye halı, qaz halı, bərk halı, bir də var. Plazma halı. Plazma halı. Məsələn də tutaq ki, laf götürək 4 hal. Başqa bir hal təsəvvür edə bilirsiniz? Yoxdur da elə budur. Burada ancaq bu yaranır. Burada ancaq bunlar bu cür olur. Allahın o 1000-ə yaxın adı ki, biz burada onu başa düşə bilirik qismən nəzəri olaraq. Bilirsiniz, bəlkə yox, sonsuz sayda da başa düşməyədiyimiz adları var Allahın ki, biz başa düşənmərik. Arif elə bir məqama cəhd eləyir qalxmağa ki, orada, burada başa düşülməyənlər başa düşülür. Başa düşürsünüz? Nəzəri olaraq başa düşülməyənlər orada başa düşülür, açılır orada. Şuhud aləmi deyirlər. Məsəl üçün, adi primitiv bir misal. Mən indiyə qədər apelsin, portağal yeməyən bir adama portağalın dadını hiss etdirə bilərəm, sual verirəm sizə. Təsvir eləyə bilərəm. Turşdur biraz mandarinlə limonun qarışığıdır. Belə danışaram, ağzı sulanar. Yenə də adam qalar ki, valla bilmədim nə deyirsən. Çünki bir şeyə ki, özün şahid olmamısan, yəni şuhuduna çatmamısan, şəhadət aləmində o sənin varlığınla təmasa keçməyib, sən onun varlığını necə müşahidə eləyə bilərsən? Eləyənmərsən də düz. Nəzəriyyələr müşahidə elətdirə bilər sənə nəysə. Kino haqqında 100 danışım sənə, kino baxmayana qədər o kinonu danışdığım kimi düzgün təsəvvür eləyə bilərsən olduğu kimi. Heç vaxt. Arif də deyir ki, nəzəriyyələr bir yerə qədərdir. Mən nəzəriyyələrdə qane olmaq istəmirəm. Mən bir həddə qalxmaq istəyirəm ki, mən oradan özüm görmək istəyirəm hər şeyi. Arif bax budur. Arif üçün yeganə hərəkət verici qüvvə var. İnsana müxtəlif hərəkət verici qüvvələr var. Məni evdən çıxardan qüvvə nədir hər səhər? Balama çörək pulu qazanım, paltar alım özümə, yaxşı dolanım, kiminsə yanında üzü qara olmayım, sabah toya çağırıblar, o toya salmağa pul tapım, 5 man şey dərdim var ona və yaxud da bugün filan kəslə görüşə gedəcəm, getməsəm inciyər. Bugün yas var, qoy gedim başsağlığı verim, o da gəlmişdi mənim yasıma. Axşam toy var, qoy gedim. Hamısında məqsədlər müxtəlifdir də düz. Arifin isə bir dənə hərəkət verici qüvvəsi var, Allah. Nə edirsə Allah üçün eləyir. Gedir, ailə də dolandırır Allah naminədir. İşini də görür Allah naminədir. İndi bu hala necə çatıb, nə cür çatıb? Gərək mən bir il söhbət eləyim burada sizə. Zaten də danışdıqlarımız, illərdir danışdıqlarımız elə bu məqsədə xidmət eləyir. Sözüm onda deyil. Sözüm odur ki, Arif bir həddədir ki, onun yeganə təkan vericisi, hərəkət vericisi Allahdır, başqa heç nə deyil. Heç nə onu hərəkətə gətirə bilməz.
İmam Hüseyn əleyhissalamı Kərbəlada heç nə hərəkətə gətirə bilməzdi, Allah istisna. Heç nə. Odur ki, Allaha dedi ki, ilahi, sən şahidsənsə asandır mənə. Budur, bax Arif. Sən şahidsən, görürsən, ona görə asandır mənə. Birdən İmam Hüseynin Allaha yəqini olmasaydı, ürəyi partlayardı insanın orada. O mənzərələrə dözməzdi insan, taqəti çatmazdı. Ya təslim olardı, ya ürəyi dayanardı. İkisindən biri baş verərdi. Ya da havalanardı ya insan. Havalanardı insan. İlahi, sən şahidsənsə, sən şahidsən bilirsən nə deməkdir? Yəni, mən bir yəqin dərəcəsindəyəm, bir həddə çatmışam ki, pərdənin pərdə arxasını görürəm. Mənim üçün burada baş verən hadisələr var ha. Bunların heç biri məni səndən uzaqlaşdıracaq qədər qüvvətə malik deyil. Əli Əkbərim yox, 100 Əli Əkbərim doğransın, tərpənməz. Məqamım tərpənməz, sənə olan inancım tərpənməz, yanaşmam tərpənməz, əqidəm tərpənməz, heç nəyim tərpənməz. Arif, zahidin bir barmağın kəssön, dönüb həqdən qaçar. Gör bu sərpa aşıqı, gör bu gerçək aşıqı sərpa, yəni başdan ayağa soyarlar, ağrımaz. Nəsimi də Arifi belə təsvir eləyir. Zahid yəni, zahiddir, dünyadan əl üzüb cənnətə görə. Barmağın kəs, qışqırığı göyə çıxacaq, sevir axı özünü. O özün sevir. Özün bitər bir cür, salmaq istəyir cəhənnəmə. Mən kimi. Bitər bir cürdə, axır bir dənə günahdan qaçır, üçündən qaça bilmir. Bir gün namazı qəzaya verir, o 5 gün vermir. Belə, tək ki Allah da rəhm eləyəcək, Allah da gözəl Allahdır, Kərim Allahdır. Bitər bir cür ona lütf eləyəcək, əlindən tutacaq ki, itib batmasın, aparacaq cənnətinə. Amma Arif üçün bu xəcalətdir. Arif özün hər şeyin fəda eləyib Allaha. Ona görə də İmam Sadiq əleyhissalam buyurur ki, səni Allahdan uzaqlaşdıran hər şey sənin bütündür. Büt odur ki, səni Allahdan uzaqlaşdırır. Nə varsa ki, yaduvundan çıxardır Allah, o bütdür. Arif həmin bütxananı dağıdan İbrahimdir. Bütxananı yerlə yeksan eləyən İbrahimdir. Tonqalda yanmaq bahasına olsa belə dağıdandır bütxanaları Arif. Həzrət İbrahim mislində bir insandır. Ona görə də Arif məhz bütləri, yəni Allaha gedən yolda olan maneələri dağıdan insandır. Arif həqiqəti təkcə bilmək istəmir. Təkcə burada bilmək istəmir. Arif həm də həqiqətə toxunmaq istəyir. Başa düşürsünüz? Toxunmaq, pərvanə misalı. Pərvanənin oda olan aşiqliyin görmüsünüz. Heyvan, Allahın biz həşəratıdır yaradıb. Odu o qədər sevir ki, razıdır yansın, amma sevdiyinin yanında yansın. Sevdiyinin oduna yansın. Arif sevdiyinin oduna yanandır. O razıdır Allahda yansın, mənəmçiliyi dağılsın, tökülsün İbrahim misalı. Atılsın Allahın huzurunda o da. Yansın bütün. Niyə o da İbrahimi yandırmadı? İbrahim odda yandırılası, daha doğrusu od İbrahimdə yandırılası bir mən tapmadı. İbrahimin hər zərrəsində Allah göründü. O da Allahı yandıra bilər. Bu mənada yox ki, İbrahim Allaha çevrildi ya, nəuzubillah. O mənada ki, İbrahimin hər zərrəsi Allah deyirdi, Allahla ləbbeyk deyirdi, Allahın itaətində idi. Bütün varlığı Allahın itaətində olan adama o təsir eləməz və təsir eləmədi də. Arifin əməli ilə biliyi bir-birini tamamlayır. Yəni, biliyi nə qədədirsə, əməli ondan az deyil ki, çoxdur. Amma məndə necədir? Biliyim çoxdur, çox şey bilirəm din haqqında. Amma əməlim onunla müqayisədə çox azdır. Arifdəsə əməl keçib biliyi. Çox şey bilir, ha, mən bildiyimdən 1000 qat artığını bilir. Əməli də ondan artıqdır. Təsəvvür edirsiniz nə deməkdir bu? Əməl bilikdən artıqdır. Əməl nəzəriyyədən artıqdır. Arifin haqqa yaxınlığı nəzəri deyil. Mən nəzəri olaraq otururam burada, deyirəm ki, Allaha yaxınlıq, qurbətən iləllah. Bunlar hamısı nəzəridir bu məndə. Nəzəri. Arifin haqqa yaxınlığı yaşanmış həqiqət deyə nəzəriyyə deyil. O yaşayıb o halı. Həqiqətin özünə toxunub, çatıb. Arif nəfsini öldürən adam deyil. Yoqlar, maqlar var, o Hindistanda bəzi
xüsusi işləri görürlər, bəzi qəribə bacarıqları da olur. Tibet dağlarında var elə məsələn maqlar, yoxlar, bəzi cadugərlər də var, onu bacarırlar. Nəfslərini öldürürlər. O həddə ki, üzr istəyirəm, nəcislə belə qidalanırlar. Nəfs nə istəyir, onun əksini eləyirlər. İynənin üstündə yatırlar, tikanın üstündə yatırlar. Videolar çıxır qabağımıza. İndi müasir dövrdə də var. Bildiyiniz tikanları, belə tikanlar var, təsəvvür töküb yerə. Çılpaq bədənə uzanır onun üstünə. Niyə? Rahatlığı özünə haram eləyir. Nəfsini öldürsün, xüsusi istedadlar qazansın. Sonra bir dənə baxışı ilə görürsən ki, bir şey, məsələn bir Hindistandan bir yoğu cadugəri, bu işlərlə məşğullanır, Mümtaz deyirlər onlara. Onu gətirirlər, İrana gəlir o. Əllamə Təbətəbai deyirlər, belə bir adam gəlib sizlə görüşmək istəyir. Necəsə olur, Əllamə bunu qəbul edir. Əslində Əllamə Təbətəbai belə adamları çox qəbul edən deyildi. Yəni indi bir məsələ var, yəqin bir hikməti var. Arif insanların pərdə arxasındakı çox niyyətlər olur ki, biz onları bilmirik. Çağırır, qəbul eləyir. Deyir, gəldi oturdu bu cadugər, ekstrasens deyək də məsələn indiki dillə. Oturdu Əllamə Təbətəbainin bir qədər kənarında. Əllamə Təbətəbai deyir, yazı yazır, kitab yazır. Yox, başladı orada indi öz aləmində nəsə baxır, dodağının altından nəsə danışır belə. Birdən deyir, gördü ki, Əllamə başını qaldırdı, dik baxdı onun gözlərinin içinə. Bir neçə saniyə saldı başını yenə aşağı, başladı yenə yazmağa. Bitdi, heç nə danışmadılar, heç bir söhbət olmadı. Bu durdu, getdi işini dalayacaq, Əllamə də öz işini dalayacaq. Deyir, həmin o yoxdan mara, indi Əllamə kimi adama, Əllamə Təbətəbai çox sir verən adam olmayıb. Allahla öz arasında olan çox şeyləri danışmayıb, özü ilə aparıb qəbrə. Bəlkə də danışmayıb ona görə ki, münasib insan tapmayıb. Ya münasib insan da olubsa, istəyib ki, məsələ danışmaqla olmasın, qoy özü yaşasın. Sözüm o deyil. Yoxdan soruşurlar ki, bu cadugərdən. Neynəcə orada? Deyirlər ki, içəri girmədim. Deyir, mənim təsir eləyə bilmədiyim adamlar dünyada yoxdur. İstənilən insanın şuuraltısına təsir eləyə bilərəm. Deyir, elə oturdum, başladım, deyir, onun zehnini ələ keçirtməyə. İradəsin. Ki, onu bir trans halına dillərdə, bir gipnoz halına salım. Məsələn, qələmi əlindən salsın, yıxılsın, ya əmmaməsini götürsün başından. Misal üçün. Bir hala salım onu, idarə etməsin, bir anlıq da olsa götürmə. Deyir, elə ki, hücuma keçdim ona tərəfə, onun şuuraltısına, qaldırdı başım, bir kəlmə baxdı, onunla da hər şey darmadağın elədi. Bütün gücüm sıfırlandı. Bir kəlmə baxışı ilə hər şey dayandı, bitdi. Və mən ona heç nə eləyə bilmədim. Arif o adamdır ki, ona başa salır ki, ged oyanda oyna. Arif babudur. Arif dünyaya, dünyadakilərə, dünyadakı bu hayküyə, hamısına qıraqdan baxır. Deyir, ged oyanda oyna. Əleyhisselamın sözü, ey dünya, get başqasını allat. Yəni, sən hara, mən hara, məni allatmaq hara, mənlə bacara bilmək hara, mən hardayam, sən harda. O bir söz var, deyir, üzr istəyirəm, səmalara ağız suyu atanın, ağız suyu öz başına tökülər. Səmaya ağız suyu atmaq olar. Onlar elə yerdədirlər ki, nə daş çatır, nə top çatır, nə güllə çatır, nə heç nə çatmayan bir məqamdır, düzdür. Orada da onların təhlükəsi var. Ha, dediyim kimi, büdürəmək təhlükəsi, yıxılmaq təhlükələri qalır. Amma yerdən təhlükə yoxdur onlara. Buradan təhlükə çatmaz onlara. Özlərində təhlükələri var ki, yıxılarlar. Amma buradakilərin təsiri ilə yox, öz təsirləri ilə. Birdən çaşsalar, nəfs biraz tüğyan eləsə, təkəbbür biraz önə keçsə, bəli. Arif əminlik məqamında olan şəxsdir. Çünki o həqiqətin işartılarına birbaşa şahid olur. Varlığın arxasındakı ilahi nurun özünü görür. Arifin məqsədi məndən qurtulmaq, bütün təkəbbürü Allaha fəda eləmək. Özündə olan hər şeyi Allaha təhvil verib, Allaha təslim edib, ilahi rəngə bürməkdir. Arif, yəni hər zərrəsi ilahi rəngə bürünmüş insan. Danışan da Allah üçün danışar, sussa da Allah üçün susar, baxsa da Allah üçün baxar, tənqid də eləsə Allah üçün eləyər, nəsihət də versə Allah üçün eləyər, kömək də eləsə Allah üçün eləyər, hər nə edirsə onu Allah üçün eləyər. Çətin məqamdır,
O kişilər o məqamlara çatıblar. Əvvəllər belə kişilərin sayı lap çox olub. İndi də mən inanıram ki, var, özdə çoxdur, amma indi nə fərqi var keçmiş zamandan? İndi Allah istəmir ki, arifləri biz tanıyaq. Keçmiş zamanda cəmaatın arifi tanımaq üçün biraz bilmirəm nəyi istedadı mı çox olub, mənəvi paklılıqları mı çox olub, ariflər çox tanınıblar. Rahat biliblər cəmaat ariflərin qapısını tanıyıblar. Rahat biliblər bu kişi arifdir. Çünki cəmaat çox da harama bulaşmamışdı. İndi o qədər harama bulaşmışıq ki, etiraf eləmək, yəni utanacaq bir şey yoxdur ki, o qədər harama bulaşmışam, elə birinci özümə deyim ki, əlimiz, gözümüz Arifi tanıya bilmirik. Arif çoxdur, var, yaşayır, bizi iləndir. Bəlkə də elə sıradan bir adam hesab edib keçirik bəzi insanları. Çox sıradan bilirik. Elə bu da bizimki kimi namaz qılır, ibadət eləyir. Bəlkə də elə arada bir tənqid də eləmiş olar. Arada bir demişik dəstəmazı düz almırsan, arada bir demişik məsələn filan şeyi düz eləmirsən. Yenə də Allah özü dadımıza çatsın. Allah bizi xanım Zeynəb hörmətinə ilahi yolda heç vaxt avara qoymasın. Allah əlimizdən tutsun, itib batmayaq. Allah bizi hidayət eləsin həmişə. Həqiqət yolunda həmişə düzgün yanaşmaya sahib olaq. Düzgün insanların yanında olaq. Allah bizi xanım Zeynəb hörmətinə günahlarımızı əfv eləsin, yolumuzu işıqlı eləsin, özümüzü, ailəmizi, balalarımızı, valideynlərimizi salamat eləsin, dünyasını dəyişənlərimizin də ruhun şad eləsin inşallah.